Salam, axşamınız xeyir olsun. Günans TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcəsiz xəbər başlıqlarına qısaca nəzər salaq. Amerika bölgəyə əlavə qüvvələr cəlb etməyə davam edir. NATO tarixində ilk dəfə Türk general direktor vəzifəsinə seçilir. Erdoğan bugün sabah PKK silahı yerə qoyub təşkilatı ləğv eləyəcək. İsrail ordusu Hizbullah tunellərinə silsilə hücumlar həyata keçirir. Şahbaz Şərif Erdoğana təşəkkür etdi. İndi isə daha ətraflı. İranla nüvə sazişini canlandırmaq səyləri dalana dirəndiyi üçün Amerika Hind okeanında uzun mənzilli zərbə imkanlarını gücləndirir. Peyklərdən çəkilən görüntülərdən aydın olur ki, Amerika Diego Garcia hərbi bazasına 2 əlavə B-52 bombardmançı təyyarəsi yerləşdirib. Xatırladaq ki, Amerika mart ayında bu bazaya B-2 bombardmançı təyyarələri yerləşdirmişdi. Bunker dağdan bombalar daşıya bilən B-2-lər əvvəllər ötən ilin payızında Yəməndəki Husilərin yeraltı hədəflərini vurmaq üçün istifadə edilmişdi. Qeyd edək ki, Amerika prezidenti Donald Trump xəbərdarlıq edib ki, diplomatiya uğursuz olarsa, hərbi əməliyyatlar bir seçim olaraq qalmaqdadır. Amerika prezidenti Donald Trump çərşənbə günü verdiyi müsahibədə Amerikanın İranın nüvə sentrifüqalarını partlatmalı olduğunu deyib. Analitiklər hesab edirlər ki, Donald Trump'ın açıqlaması onu sübut edir ki, Vaşinqton Tehranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı mövqeyini sərtləşdirir. Mühafizəkar aparıcı Hugh Hewitt radio verilişi zamanı mühasibi Donald Trump'dan İranın nüvə sentrifüqalarını və uranı Amerikaya təhvil verməsinə, yoxsa onları bombalamağa üstünlük verdiğini soruşur. Donald Trump Hugh Hewitt'in sualını bu şəkildə cavablayaraq bildirir. Bu çox sadədir. Mən daha çox sövdələşməyə üstünlük verərdim. Bilirsiniz, həqiqətən təsdiqlənmiş sövdələşmə, biz ümumi yoxlama istəyirik. Biz sövdələşməyə nail ola bilərik. Lakin Trump onu da əlavə edib ki, İranın seçimi məhduddur. Razılaşma olmasa onları partladacağam ya da nüvə obyektlərini tamamilə məhv eləyəcəyik. İranın başqa bir seçimi yoxdur. İranın Xarici İşlər Naziri Abbas Araqçı Hindistana səfər edib. O səfərin Hindistan-İran arasında birgə iqtisadi komissiyasının çağırılması üçün çoxdan planlaşdırılan missiyanın bir hissəsi olduğunu bildirib. Əraqçı əlavə edib ki, nümayəndə heyətinə İranın iqtisadi nazirliklərinin yüksək vəzifəli rəsmləri daxildir və səfər zamanı ikitərəfli iqtisadi əməkdaşlıq nəzərdən keçiriləcək. Biz həmişə Hindistanla mühüm regional və beynəlxalq məsələlərdə siyasi məsləhətləşmələr aparmışıq. Mövcud həssas vəziyyəti nəzərə alaraq bu müzakirələr daha çox diqqət mərkəzində olacaq deyə Əraqçı bildirib. Türkiyə Milli Müdafiə Nazirliyi NATO tarixində ilk dəfə Türk generalın NATO beynəlxalq hərbi qərargahında direktor olaraq vəzifə tutacağını açıqlayıb. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə NATO beynəlxalq hərbi qərargahında əməkdaşlıq və təhlükəsizlik direktoru vəzifəsinə briqada generalı Eray Ündiger seçilib. Ölkəmiz NATO'nun güclü və etibarlı bir müttəfiq olaraq ittifaqın sülh və təhlükəsizliyinə mühüm töhfələr verir deyə nazirlikdəki mənbə bildirib. Davam edirik. Hizbullahın yüksək vəzifəli məmurları İsraillə müharibədə itkilərə görə kimin məsuliyyət daşıması ilə bağlı daxili müzakirələri genişlənib. Lübnanın Əl-Nahar qəzeti yazır ki, Hizbullah qruplaşması yüksək vəzifəli üzvlərinə qarşı intizam tədbirlərinin görülüb-görülməməsi məsələsində daxili mübahisələr yaşayır. Xəbərdə bildirilir ki, təşkilat ötən ilin sonunda İsraillə atəşkəslə başa çatan qarşıdurma zamanı baş verən hərbi itkilərə görə məsuliyyət daşıyan şəxslərlə bağlı tədbir görüb-görməmək məsələsini müzakirə edir. Məsələ Hizbullahın Ali Şurasında müzakirə olunur. Məlumata görə, Hizbullahın liderlərindən Naim Qasım bu məsələdə iki fikir ayrılığı yaşayan qrup arasında vasitəçilik etməyə çalışır. Bir tərəf yüksək vəzifəli şəxslərə qarşı cəza tədbirlərini dəstəkləyir, digər tərəf isə bu yanaşmaya qarşı çıxır. Hesabatda o da qeyd olunur ki, Naim Qasım partiyanın mövcud institusional strukturunu qorumağa çalışır.
Yəmənin paytaxtı Səna şəhərinin aeroport rəhbərliyindən verilən açıqlamaya görə, İsrailin hücumları zamanı dəymiş zərərin aradan qaldırılması üçün xərclər təxminən $500 milyard dəyərində qiymətləndirilir və ağır dağıntıya görə hava limanı növbəti xəbərdarlığa qədər bütün uçuşları dayandırıb. Səna Hava Limanının direktoru İsrailin hücumu nəticəsində terminal binalarının və bütün avadanlıqların dağıldığını bildirib. Onun sözlərinə görə, İsrail Səna Hava Limanına qarşı təcavüzün nəticəsində təxminən $500 milyon dəyərində ziyan dəymişdir. O əlavə edib ki, Yəmən hava yolları 3 təyyarəsini itirib, ümumilikdə 6 təyyarə hücum zamanı məhv edilib. Husilər hava limanına edilən hücumdan sonra qisas təhdidləri ilə çıxış ediblər. Qrup tərəfindən yayımlanan protestlərdə Hayfa limanında sürpriz gözləyən ifadəsi yer alıb ki, bu da İsrail infrastrukturuna mümkün hücumlara işarə kimi dəyərləndirilir. Səna hava limanına hücumdan sonra sosial şəbəkələrdə yayılan görüntülər hadisənin yaratdığı dağıntının miqyasını açıq şəkildə nümayiş etdirir. Buraxılışımız davam edir. Türkiyə bütün maneələri dəf edib. Bugün sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib. Erdoğan'ın sözlərinə görə bundan sonra bütün Türkiyə üçün yeni bir dövr başlayacaq. O bildirib, bu mənada siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər. Buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm. İsrail ordusu cümə axşamı səhər saatlarından etibarən Lübnanın cənubunda, Nəbatiyənin şimalındakı Zaharani bölgəsindəki Hizbullah mövqələrini hədəf alan yeni hava hücumları dalğasına başlayıb. Hücumlar İsrailin İranın dəstək elədiyi qruplaşmaya qarşı davam edən hərbi əməliyyatların genişlənməsini göstərir. Lübnan mətbuatında yer alan xəbərlərə görə, İsrail ordusunun hücumundan sonra ərazidə nəhəng göbələk buludu müşahidə edilib. Hücuma məruz qalan ərazilərdə atəşkəs razılaşmasının tələb edildiyi kimi Lübnan ordusuna verilməyən Hizbullah silah-sursat anbarlarının yerləşdiyi ehtimal edilir. Əl-Ərəbiyyənin məlumatına görə, Lübnanın cənubundakı hücumların hədəfi Hizbullahın silah-sursat anbarları ilə yanaşı terror qruplaşması tərəfindən istifadə edilən tunellərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub. Danışıq zamanı Hindistan və Pakistan arasında yaşanan gərginlik, mayın 6-sına keçən gecə baş verən hücum və mövcud vəziyyət müzakirə edilib. Danışıqdan sonra sosial media platformalarında açıqlama verən Şahbaz Şərif Türkiyənin Pakistana verdiyi dəstəyə görə təşəkkürünü bildirərək deyib: "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla danışdım və ona bu kritikanda Pakistana göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür etdim. Türk qardaşlarımıza Hindistanın xain raket hücumlarına şahid olanlar üçün etdikləri dualara görə minnətdarlığımı bildirirəm. Düşmənə şücaət və peşəkarlıqla cavab verən silahlı qüvvələrimizin göstərdiyi qəhrəmanlıq haqqında ona məlumat verdim. Biz nəyin bahasına olursa olsun suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyacağıq. Pakistan, Cənubi Asiyada gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır." Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.